Qardaşlarımız Samir Pastır, xeyir duanızla. Şükür Rəbbimizə bugünkü günümüzə görə. Bu günləri sizinlə bölüşmək istədiyim mövzu maraqlı mövzudur. Mövzumun adını belə qoymuşam, gizli günah. Artıq adından məlum olur ki, söhbət nəsə gizli bir şeydən gedir. Və biz Azərbaycanlılar ümumiyyətlə nə gizli bir şey var ha, onu xoşlayırıq. Niyə görə bilmirəm, amma anlayıram ki, o deyirlər, ora getmək olmaz. Bax, bizə nə olmaz deyirlər, biz onu eləyirik. Şükür Rəbbimizə. Gəlin birlikdə müqəddəs kitabdan, bax bu haqda, baxaq görək müqəddəs kitab bizə Rəbb nə deyir? Süleyman məsələlərində 28-ci fəsil 13-cü ayədə yazılıb ki, günahlarını ört-bastır edən uğur qazanmaz. Onu etiraf edərək tərk edən mərhəmət tapar. Amin. Maraqlıdır. Burada günah barəsində danışılır və danışılır ki, sanki kimsə əgər öz günahını ört-bastır eləməyə çalışırsa, həmin insan uğur qazanmaz. Uğur qazanmamaq da bu o deməkdir ki, o məğlub olacaq. Və ən ağır məğlubiyyət də hər bir insan üçün nədir? Ölümdür. Çünki ölüm insanın demək olar ki, bu dünyadan o dünyaya köçməsidir. Və insan bu dünyada o günahlarına görə ölürsə, onun üçün o dünyada gözəl həyat heç kim gözləməsin. Amma İstəyərdim bir balaca gəlin baxaq, görəsən bu gizli günah deyiləndə və yaxud örtülmüş, üstü örtülmüş bir günahdan biz danışırıqsa, söhbət nədən gedir? İki cür gizli bir günah var. Elə bir gizli günah var ki, hansını ki, insan elə yerdə edir ki, harda ki, heç kim onu görmür. Və ikinci tərəfi var o gizli günahın ki, insan özü də belə bilmir ki, bu günahdır. Onun üçün, özü üçün bu gizlidir, yəni bağlıdır və insan hətta özü elədiyinin belə xəbərində deyil ki, Allah buna qarşıdır. Mənim yadımdadır, mən gənc yaşlarımda hələ Allahı tanımırdım və bəzi elədiyim hərəkətlər, istər söyüş olsun, istəyir, bəzi artıq nalayiq hərəkətlər var idi ki, mən elə düşünürdüm ki, bunlar normaldır. Amma əslində isə mən müqəddəs kitabı artıq 17-18 yaşlarımdan oxumağa başlayanda mən başa düşdüm ki, dayı demə Allahın bu şeylərdən acığı gəlir. Və mənim üçün aydın oldu, sanki Allahın sözü mənə aydın elədi ki, bax bu elədiyin şey günahdır. Və gözlərim açılandan sonra artıq mən həmin günahlardan uzaqlaşmağa çalışdım. Maraqlıdır ki, müqəddəs kitabda bir hadisə var, hansını ki Allah da İsrail xalqına bunu etməyə qadağan etmişdi və demişdi ki, bunu etməyin, amma bir insan gizlin bunu etdi. Amma bu mövzuya girməmişdən qabaq, istəyirəm bir fikir söyləyeyim. Mənim yadımdadır, uşaq vaxtı biz binada qalırdıq və atam qərara gəldi ki, evin, belə deyək, otağın polunu dəyişsin, döşəməsini dəyişsin və başladıq sökməyə taxtaları. Taxtaları sökəndə onun altından nələr çıxmadı. Həşəratlar qaçır ora-bura. Nə bilim, içərdən bir ifunəti iyi vurdu. O qapalı məkanda qalanda iyi olur orada. Amma nə qədər ki o pol taxtası salamatdır, bunu heç kim bilmir. Heç kimin də xəbəri yoxdur, nədən. Amma onu açdın ha, açan kimi həm oradan iyi vurur, həm də içəridə nələr baş verirsə, hər şey üzə çıxır. Bunu söyləməkdə məqsədim var idi ki, bəzən insanlar da bax belə qaranlıqda elə bir murdar, natəmiz, Allahın zəhləsi getdiyi elə işlərlə məşğuldur ki, və elə düşünürlər ki, Allahın bundan xəbəri yoxdur. Amma İsa Məsih çox maraqlı bir söz deyir ki, elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq.
və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. Bilirsiniz İsa Məsih bunu niyə deyir? Çünki insan o qədər başqasını aldatmağa öyrəşib ki, elə fikirləşir ki, Allahı da aldada bilər. Və Allahdan da gizlənə bilər. Amma maraqlıdır ki, Davud Peyğəmbər deyir ki, mən dağa çıxsam, sən oradasan. Dənizin dibinə də getsəm, sən oradasan. Sənin gözündən kim yayına bilər ki? Və Rəbbin önündə hər şey açıq və aşkardır. Rəbb hər şeyi görür və hər şeydən xəbəri var. Və bilir, biz kimi və biz o qaranlıqda, yəni qaranlıq deyəndə söhbət bu fiziki qaranlıqdan getmir. Yəni heç kimin görmədiyi yerdə nə işlər edirik. Gəlin müqəddəs kitaba baxaq. Yeşuanın kitabında 7-ci fəslində belə yazılıb. Amma İsrail övladları məhv edilməyə həsr olunmuş şeylərə münasibətdə xəyanət etdilər. Çünki Yahuda qəbiləsindən Zerah oğlu, Zavdi oğlu, Karmi oğlu Akan məhv edilməyə həsr olunmuş şeylərdən götürdü. Ona görə də Rəbbin qəzəbi İsrail övladlarına qarşı alovlandı. Amin. Biz burada görürük ki, Rəbb Allah sanki tapşırmışdı ki, Yerixonu onlar zəbt edəndən sonra orada olan əldə etdikləri qənimətlərin heç birinə əl vurmasınlar, dəyməsinlər. Niyə? Çünki onların hamısı Rəbbə həsr olunmuşdur. Onlar Rəbbindir. Amma İsrail xalqından bir insan, Akan adında bir insan gedir oradan hansısa bir bahalı bir nəyisə götürür. Mən istəyirəm həmin yerləri oxuyum. Talan malından Babil malı olan gözəl bir paltar, 200 şekel gümüş və ağırlığı 50 şekel olan bir qızıl külçə görəndə onlara tamah salıb götürdüm. Budur ən altda gümüş olmaqla hamısını çadırımın ortasında torpağa bastırmışam. Maraqlıdır. Burada görün nə yazılıb. Deyir ki, onları görəndə tamah salıb götürdüm. Əslində bahalı bir şeylərdir. Qızıl, gözəl paltar, parça, yəni bütün bu şeylər o zamana görə bahalı bir şey idi. Bugünkü gündə mən bilmirəm onun qiyməti nə qədərdir, amma bilirəm ki, çox bahalı bir şeydir. Və maraqlıdır ki, o onu görəndə deyir ki, mən tamah saldım. Sanki bizə nəyisə yada salmırmı bu? Bir insanda olmuşdu ki, hansı ki nəyisə gördü və cəlb elədi onu və getdi, dərdi və yedi. Yadınızdadır? Həvva da Rəbb Allah ona tapşırmışdı ki, o bağda olan hər bir ağacın meyvəsindən yeyə bilərsiniz. Amma bir ağac var, xeyir və şər ağacı. Onun ağacın o meyvəsindən yeməyin. Yediyiniz gün öləcəksiniz. Amma buna baxmayaraq, o meyvənin elə bir cəlb eləyən bir qüvvəsi var idi ki, hətta Həvva da deyir, sanki insana dərrakə verə bilər. Bu insan da, Akan da fikirləşirdi ki, görəsən bu qədər malı, mülkü, orada əldə elədiklərimi, bəzi problemlərimi həll eləyərəm. Bu günləri də bir çoxları hansısa gizli bir işi tutanda, fırıldaq nömrə gələndə fikirləşir də ondan əldə elədiklərimdən nələr eləyə bilərəm. Yadımıza salaq da nələr eləyirik. Amma onun əldə elədiyi onu ölümə apardı. Necə ki, Adəm və Həvva cənnət bağından, Eden bağından qovuldular. O həmin cəza gəldi həm də Akanın da başına. Çünki ilk növbədə, mən istəyirəm həmin yeri oxuyum. Buna görə də İsrail övladları düşmən qabağında dura bilmir. Düşmənin qarşısından qaçdılar. Çünki onlar özləri də məhv edilməyə həsr olunmuşdular. Əgər məhv edilməyə həsr olunmuş şeyləri aranızdan yox etməsəniz, bir daha sizinlə olmayacağam, deyir Rəbb. Maraqlıdır ki, əgər mən bu günləri gizli nəyisə, Allahın zəhləsi getdiyi nəyisə edirəmsə və mən kimdənsə bunu gizlətməyə çalışıramsa,
Mən sizə həqiqəti deyirəm, bu təkcə mənim başıma gəlməyəcək ha bəla. Mənim ətrafımdakıların da başına bəla gətirirəm. Çünki biz müqəddəs kitabı əgər 7-ci fəsili evdə gedib oxusanız, siz görərsiniz ki, onun elədiyi o hərəkətə görə təkcə o məhv olmadı. Onun qohum, əqrəbələri, yaxınları hamısı məhv oldu. Və bu dəhşətlidir. Maraqlısı da odur ki, onun yanına o bəla gələnə qədər o hələ ayılmamışdı. Əvvəl qəbilə gəldi, çıxdı püşk. Sonra gəldi nəsil. Sonra axır gəldi onun qapısına gəldi o. Qapısını döydü o bəla. Və birdən-birə akan ayılır ki, yox, ölüm gəlib qapıma. Yaxşı olar onu deyim. Deyim ki, mən götürmüşəm. Filan yerdədir. Gedib çadırımın, nə bilim, gizlətmişəm bir yerdə. Amma gec olur. Bilirsiniz niyə gec olur? Artıq cəza gəldi. Bilirsiniz, günahın elə bir qüvvəsi var ki, insanı özünə cəlb eləyir. Günahın elə bir aldadıcılığı var ki, insan düşünür ki, mən bunu ilə nəsə əldə eləyə bilərəm. Hətta mənim yadımdadır, bizim pastorumuz bir dəfə vaaz eləyəndə bu hekayəni eşitmişdim ki, deyir ki, bir qurbağa bağıra-bağıra, ilan da qalxıb belə ofsunlayır onu. Bağıra-bağıra bilir ki, ilana tərəf gedir və bilir ki, ilan onu udacaq. Amma buna baxmayaraq bağıra-bağıra ilanın ağzının içinə gedir, məhvə gedir. Bəzən biz də elə oluruq, biz bilirik nə düz deyil. Biz bilirik ki, bax, Allahın bundan xoşu gəlmir. Nələrdən xoşu gəlmir? Deyək, gəlin araşdıraq, görəsən, Rəbbin nədən xoşu gəlmir? Paxıllıqdan. Bilirsiniz, paxıllıq elə bir şeydir ki, zahirən görünmür. İnsan gülümsəyə bilər, insan gəlib sənin yanında elə özünü aparar ki, sanki hər şey yaxşıdır. Amma bilirsiniz nə zaman bilinir? Nə zaman ki, o sənin dalınca başlayır sənin haqqında danışmağa. Dalınca danışmaqdan gəlmişkən, bəzən də olur ki, biz həmin insanın yanında danışa bilmirik, ya cəsarətimiz çatmır, ya da ki, istəmirik kimsə bilsin. Amma 2-3 nəfər, 4 nəfər, 5 nəfər yığışırıq, başlayırıq gizlincə kimisə yuyub sərməyə. Və bir də ayılırıq ki, bu söhbət gedib ona çatır. Kim çatdırdı, kim dedi? Amma istəyirəm söyləyim ki, bəzən bizim dalımızda da danışırlar. Amma bilək ki, Rəbb hər şeyi aşkara çıxardır. Və hər bir insan öz elədiyi əməlinə görə əvəzini Rəbdən alacaq. Başqa bir günahdan deyim. Hamımızın bəlkə bildiyi günahlardır. Bilirsiniz, telefon. O telefonda, internetdə, bəzən heç kimin görmədiyi, o saytlarda oturduğumuz, baxdığımız şeylər. İstər gənclər, artıq yaşlılar da var ki, artıq oturublar. Və bu şeyləri biz izləyirik, biz baxırıq. Və ürəyimizi o zirzibillə də doldururuq. Mən sizə həqiqəti deyirəm, bu yaxınlarda bir insan bu haqda danışmışdı və o saytlara girib o murdar, pozğun şeylərə baxdığına görə iblis onun ürəyinə girmişdi. Və o özü zarıyırdı, gəlmişdi bizim pastorumuzdan xahiş eləmişdi ki, mənim üçün dua eləyin, mən bacarmıram özümdən. Mən istər-istəməz yenə də gedib girirəm o səhifələrə. Xəstəliyə çevrilir getdikcə. Gəlin, baxaq həyatımıza. Bəzən bu bilirsiniz nədir? Qürur. İnsan özünü elə aparır ki, həlim adamdır. Amma içdə Allah eləməsin ona söz deyəsən. 2 qat cavabı qaytaracaq. Baxaq həyatımıza, Rəbb bu günləri bizə nə demək istəyir? Rəbb bizə demək istəyir ki, Davud Peyğəmbər Rəbb ilə danışanda belə bir söz deyir. Deyir ki, kim öz səhvlərini duya bilər? Məni gizli təqsirlərimdən təmizlə, deyir. Davud Peyğəmbər belə Rəbbə müraciət edir, deyir ki, yəni mənim ürəyimdə elə şeylər var ki, mən onlardan azad olmaq istəyirəm.
qurtulmaq istəyirəm. Hətta bəlkə də kimsə bu haqda bilsə, üzümə tüpürər. Üzr istəyirəm bu sözümə görə. Olur bəzən ki, bizim qəlbimizdə elə bir günahla biz mübarizə aparırıq ki, istəməzdik ki, kimsə bilsin bunu. Amma Rəbb bizə çıxış yolu göstərir. Çıxış yolu bilirsiniz hardadır? Davud Peyğəmbər deyir, etiraf etməyəndə bütün gün nalə çəkməkdən sümüklərim taqətdən düşdü. Əlin üzərimdə gecə-gündüz ağırlaşdı. Sanki yayın quraqlığı məni taqətdən saldı. Sonra sənə günahımı etiraf etdim. Təqsirlərimi gizlətmədim. Dedim, üsyankarlığımı Rəbbə etiraf edirəm. Təqsirimi, günahımı bağışladım. İbranilərə məktubda yazılıb ki, Allahdan gizli heç nə yoxdur. Lakin onun gözləri qarşısında hər şey çılpaq və açıq aşkardır. Və müqəddəs kitab bizə deyir ki, biz ona hesabat verəcəyik. Rəbb İsa Məsih yer üzünə ona görə gəldi ki, bəzən biz elə bir günahlar var ki, onlarla bacara bilmədiyimizə görə zülüm çəkirik, əzab çəkirik. İçimizdə inildiyirik, bacara bilmirik. İsa Məsih bizə görə canını ona görə qurban verdi ki, bizi onlardan azad eləsin, təmizləsin. Və Romalılara məktubda yazılıb, çünki günahın əvəzi ölümdür. Allahın ənamı isə Rəbbimiz Məsih İsa'da olan əbədi həyatdır. İsa Məsih bax bu, o günahın bizim həyatımıza gətirdiyi o ölümün, kədərin. Bilirsiniz, insan günah eləyəndə, insan daxilən o pis vəziyyətdə olanda heç nə ona sakitliyi vermir. İnsan başlayır, nə bilim, özü üçün nələrsə axtarmağa. Tək ki o boşluğu doldursun, amma doldura bilmir. Kimsə gedir, girir TikTok'da fırlanır ki, təki unutsun o şeyi. Kimsə gedir, nəyləsə məşğul olur, biznes qurur, iş qurur, nəsə eləyir ki, təki ondan azad olsun. Amma bu şeylər onu azad eləyə bilmir. Ta o vaxta kimi ki, o gələr Rəbbin huzuruna və deyər ki, ata, məni bağışla, çünki mən günahkaram. Məni azad elə. İsa Məsih də deyir, mənim yanıma gələni mən əsla rədd etmərəm. Əgər etiraf ediriksə. Mənim sözüm bura kimidir. Məndən sonra Pastor Samir qardaşımız danışacaq. Və bu haqda davamlı olaraq nə lazımdırsa söyləyəcək. Və Rəbb bu işdə bizə xeyir dua versin. Amin.